Rayonda bank işi var yoldaşlar. Rayonda bank işi var. Hansı rayondadır bəs bu? Bu qeyd edelim ki, təkcə rayonda deyil, həmçinin Bakı filialında da var. Hansı bankdadır bəs bu? Bu bir bankdadır yoldaşlar. Bəs hansı filiallardadır? Bu Naxçıvan filialında var, İmişli filialında var, Sumqayıt filialında var. Ondan sonra Bərdə filialında var. Cəlilabad filialında var, Xaçmaz filialında var, Mingəçevir filialında var, Salyan filialında var, Qəbələ filialında var, Nizami filialında var, Ağcabədi filialında var. Bəs yaxşı, nədir şərtləri? Şərtlər ciddi deyil yoldaşlar, yəni az şərtləri var. Əsas məsələ öz dilimizi mükəmməl bilin, ali təhsilli olun, riyazi hesablama və analitik mühakimə etmək qabiliyyətiniz olsun, satış bacarıqlarınız olsun. Yəni əsas məsələ budur. Yəni əsas şərtlərdən biri budur. Çünki işin adı zaten mikrokreditlər bölməsində işçiyə ehtiyac var. Yəni kredit sahəsində iş görürsünüzsə də sizdən adətən satış bacarıqları tələb olunur. Əlbəttə, rayonlarda olan işlər sadəcə bunlardan ibarət deyil, digər işlər də var. Bu işə də müraciət etməkdə çətinlik çəkirsinizsə və yaxud da digər sahələrdə də iş axtarırsınızsa, bir sözlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüz, orada kanala daxil olduqda diqqət eləsəniz, kanalda, Toğrul Əcəb adlı kanalda əlaqə vasitəsi qeyd olunub. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.